Məlumdur ki, sentyabrın 12-sində BMT Baş Assambleyası müstəqil Fələstin dövlətinin yaradılmasına dair New York bəyannaməsini dəstəkləyən qətnamə qəbul edib. Bu, Fələstin-İsrail münaqişəsi tarixində əlamətdar hadisədir. Hərçənd Netanyahu BMT-nin Fələstinlə bağlı qətnaməsini sadəcə kağız adlandırıb və heç kim İsraillər nə etməli olduğunu deyə bilməz bəyanatını verib. Hazırda İsrail Qəzzanın insansızlaşdırılmasını davam etdirir. Aydındır ki, Fələstin dövləti də bir günün içində yaranmayacaq. Müşahidəçilər hesab edir ki, ziddiyyətlərə rəğmən Fələstin dövlətinin yaranmasına mane olan çox ciddi səbəblər var və onlar həllini tapmayınca yaxın şərqdə proseslərin hansı məcrada inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Siyasi şərhçilər əsas maneənin ABŞ olduğu qənaətindədirlər. Başqa hansı səbəblər var? Araşdırmağa çalışmışıq. İsrail-Fələstin münaqişəsi tarixində əlamətdar hadisə sayılan BMT qətnaməsinin əleyhinə səs verən 10 dövlətin arasında gözlənildiyi kimi Amerika Birləşmiş Ştatları və İsrail də var. Qətnamənin əsas sponsorları isə Fransa və Səudiyyə Ərəbistanıdır. Müşahidəçilər hesab edirlər ki, ölkə daxili sosial-iqtisadi etirazlarla üzləşən Emmanuel Macron bununla Fransadakı müsəlman diasporundan dəstək almağa ümid edir. Digər maraqlı məqamlardan biri də Parisin Əlcəzair qazının əlverişli qiymətlər əldə edilməsində maraqlı olmasıdır. Riyad isə regional statusunu gücləndirmək istəyində olduğu üçün daha fəal mövqe nümayiş etdirir. Amerika Birləşmiş Ştatları mövqeyini ifadə edən dövlət katibi Marco Rubio isə hesab edir ki, bu qətnamə regionda sülhün gələcək perspektivlərinə xələl gətirir. Filistin devletinin tanınmasındaki en büyük engel Amerika Birleşik Devletleri'dir. Buradan da Amerika Birleşik Devletleri yönetiminin Yahudi müesses nizamı tarafından ele geçirilmiş olduğu görülmektedir. Amerika Birleşik Devletleri müesses nizamı Yahudilerin kontrol altındadır ve başkanlar da bunlar tarafından yönlendirirler. Aksi takdirde başkanı istedikleri zaman indirebileceklerini, devirebileceklerine inanan Yahudi müesses nizamı bu konuda başkanlara baskılar yapmaktadırlar. İsrail никогда не согласится на Rəsmi Tel-Əviv heç vaxt Fələstin dövlətinin paralel mövcudluğu ilə razılaşmayacaq. Hazırda Qəzza zolağında baş verənlər bunun ən real təsdiqidir. Digər maneə Fələstin cəmiyyətinin radikal hissəsidir və onlar da bu ərazidə yalnız bir ərəb, Fələstin dövlətinin mövcudluğunu mümkün sayır. Yəni Fələstinli radikallar da İsrail hakimiyyəti kimi yalnız biz deyir. Dəfələrlə demişəm, dünyada iki güclü Yəhudi və Erməni diasporu varsa, üçüncüsü ərəb və ya Fələstinli diasporudur. Amerika universitetlərinin bəziləri məhz bu diasporun təsiri altındadır. Və əlbəttə ki, Birləşmiş Ştatların siyasəti əminliklə deyə bilərəm ki, Trumpın prezidentliyi dövründə Amerika Ukraynadan əlini çəkə bilər, amma İsrailə yardımı heç vaxt kəsməyəcək. Məlumdur ki, İsrailin Dohaya indirdiyi zərbələr sülh nizamlanması prosesini ciddi şəkildə sarsıdıb. İsraillə Həmas arasında əsas vasitəçi olan Qətər hücumdan sonra missiyasını dayandırıb. Siyasi texnoloqlar Fələstin dövlətinin tanınmasında ortaya çıxan maneələrin köklərinin daha dərin olduğuna əmindir. Это позиции нескольких близлежащих Tarixdən bilirik ki, Qəzza sektoru keçən əsrdə 20 il Misirin tərkibində olub. Sonda bu ölkələrin hökümdarları bu əraziləri tərk etdilər. Bugün Misir, Yordaniya, Livan və müasir Suriya kimi bir çox müasir yaxın şərq dövlətləri belə Fələstin dövlətini öz varlıqları üçün böyük problemlər mənbəyi kimi ortaya çıxması ilə razılaşmırlar. Çünki onlar İsraillə müttəfiq yox, yaxşı qonşu olmaq istəyirlər. Fələstin isə onların planlarına zərər verə bilər. Digər vacib məqamlardan biri də yaxın şərq regionundan kənarda Fələstin və İsrail diasporalarının toqquşmasıdır. Yəni indi lokal xarakter daşıyan münaqişə əgər Fələstin dünya xəritəsində vahid kimi görünsə, qlobal sivilizasiyaya yayıla bilər. Bu isə Fələstin dövlətinin təkcə de jure deyil, həm də de facto meydana çıxmasının nəinki geosiyasi və makroiqtisadi nəticələrinin ola biləcəyi deməkdir. Analitiklər hesab edir ki, hazırda formalaşan İsrailin cəzasız qalma ideyası əslində onun öz mövcudluğunu bütün vasitələrlə qorumağa çalışmasıdır. Bu səbəbdən də yaxın şərqdə vəziyyətin inkişaf perspektivləri gözlənilməz nəticələr vəd edir. Fələstin dövlətinin yaranması kimi. Yəni hazırda yaxın şərq yeni qeyri-sabitlik dövrünə qədəm qoyur. Misir, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri isə ya əvvəlki qaydada davam etməli, ya da Amerika Birləşmiş Ştatlarından asılılığı azaltmaqla alternativ təhlükəsizlik mexanizmləri yaratmağa çalışmalıdır. Yalnız bu halda Fələstin dövlətinin yaranmasına mane olan səbəblər sistemli şəkildə aradan qaldırıla bilər.